Yaz-yay mövsümündə kişi geyimində həm rahatlıq, həm də zövq ön plana çıxır. Bu səbəbdən də bəylərin ən çox seçdiyi parçalardan biri məhz kətandır. Kətan parçadan olan geyimlər həm gündəlik, həm də yarı rəsmi üslubda rahatlıqla istifadə olunur. Bəs bu parçanı məşhurlaşdıran nədir və onu necə düzgün kombinləmək olar? Çünki onun xüsusi özəllikləri var. Nəmi udur və tez sürətlə quruyur və yay aylarında çox komfortludur. Ona görə kətan parçalardan olan geyimləri mən məsləhət görərdim və bir neçə nümunə göstərmək istəyərdim. Məsələ bu pencəkdir, kətan parçadan pəncəkdir və bunu hətta kətan köynəklə kombin etmək olar. Məsələn, bu açıq mavidir, bu biraz kontrast yaradacaqdır. Ümumiliklə, yəni elegant geyimdə pencəklə şalvarın və köynəyin rəngində hansısa kontrast olmalıdır. Əgər yuxarı açıq rəngdədirsə, aşağı tünd rəngdə olmalıdır. Məsələn, bu şalvarla, bu pencəklə bu şalvarı kombin etmək olar, dəstləşdirmək olar. Kətanı dəstləşdirərkən bir sıra vacib məqamları bilməkdə fayda var. Pencək tünd rəngdədirsə, şalvarın açıq rəngdə olması daha elegant obraz yaradacaqdır. Çünki bu geyimlərdə əgər pencəklə şalvar bənzər rənglərdə olarsa, o tam olaraq düzgün deyil. Çünki onda elə bil ki, səhv salınmış bir kostyum mesajı çatdırır. 5 kətan şalvar, ağ köynək və belə deyim, sürməyi rəngdə, tünd mavi rəngdə pencəklə birlikdə çox gözəl görsənəcəkdir. Geyim insanın özünü ifadə üsuludur. Bu səbəbdən də hər zaman yaraşan və mövsümə uyğun seçimlər etmək cəmiyyətdəki imicimizə təsir edən amillərdən biridir. Röya Salmanova, Sabir Şahvələdov, Telesəhər.